Və qızlar, bu qarışımla üzünüzü səhər, axşam yuyursunuz. 21 gün edin, üzünüzdəki dəyişmə diqqət edin. Öncə və sonra necə olacaq? Baxın nə gözəl parıldayır. Qızlar, duzlu sudan sonra bir çox dərilərdə həssas, incə, mənim kimi dərilərdə ola bilsin ki, biraz acışma olar. O normaldır. Üstündən spreylə, mən bunu gül suyu düzəldib dökmüşəm bu spreyin içinə. Belə üstdən acışdığında istifadə etmək olar. Və yaxud ki, mən krem istifadə edirəm üstdən. Və yaxud ki, çox acışırsa, bir balaca saxlayıram. Çünki onun faydası mənə təsir eləsin dərimə. Sonra üstdən su ilə də belə püskürdərək su ilə təmizləyə bilərsiniz.